Salam değerli izleyiciler, 21 noyabr 2025-ci il Elm və Təhsil Naziri Emin Əmrullayev İctimai Televiziyada bir sıra vacib və maraqlı məqamlara toxunub qeyd edib ki, son 3 ildə 8 minə yaxın müəllim işdən azad olunub. Eyni zamanda təxminən 24 mindən çox müəllimin əmək haqqına 35% əlavə edilib. Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda 3487 nəfər müəllimin orta aylıq maaşı 210 manatdır. Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır. Nazirin sözlərinə görə 17186 müəllimin orta aylıq maaşı 1589 manatdır və onların həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir. 38711 nəfər müəllimin isə ortalama ayda 979 manat maaşı var ki, onların da dərs yükü 18-24 saat aralığındadır. Biz faktiki olaraq 3 saat dərs deyən adama da, 34 saat dərs deyən adama da müəllim deyirik. Dərs saatı az olan müəllimlər nə qədər çox olacaqsa, müəllimin orta aylıq əmək haqqı qalxmayacaq. Dərs yükü az olanlarla çox olanlar arasında 7 dəfə fərq var, amma ikisi də müəllimdir deyə nazir əlavə edib.